Herkese salam, kanalımıza hoş gelmişsiniz. Saat 9'dur. Səhər ertə durdum, uşaqları məktəbə yola saldım. Qisməti toylatdım. Məni bazara götür, gətir. Ət almaq istəyirəm, deyirəm. Səhər ertədir, bazara götür, gətir. Həm ətin sveji vaxtı olur, belə təzə-təzə olur. Həm də ki, salam versənmi bizləri? Həm də ki, maşından ayrı aləmdir da, keyif gəlmək. Çay süzmüşüm, çayım da burada qalıbdı. İçmədim, dedim. Gedək gələk, ondan sonra işimi gücümü görərəm. Görün indi mən bugün bu bizim bəyin başına nə oyun açıram. Hə, getdik mi? Sənə elə gözəl suallar verəcəm. Olma başıma bəla deyəsən mənə. Açar götdün mü? Ya Allah. Hə, bağlıdır. İplərini açmadım, bir də rahat deyirəm. Geyindi bacınız. Gecə elə bir soyuq var idi. Qalsın oranı bağlayarıq da. Elə bir soyuq var idi. İndi biraz yumşalan kimi olub. Saat 9'dur. Baxın buza baxın. Buz olub. Ona bax, ona gəldi. Gəzməkdən gəldi. Haradaydın ay qız? Sən evdə dur, gəlirik biz. Mən burada oturamayacağım qismət. Sen evde dur, geldik. Görün indi ona ne suallar verecek bacınız. Artık vloglarımızda belə bizi tez-tez görərsiniz. Aylandan bir oturaydım, başına aşağı su tökürsən. Allah ya Ali. Bismillah. Getdik. Qismət bunu belə tut. Bir dəqiqə belə tut. Əlini alışsın, telefon tutmalı. Rimeni çəkin. Getdik. Başını düzəltdim. Elə də tələsik gedirsən, bir rahat sürsənə. Gedək gələkdən tez-tez. Aha, elə. Qismət. Mənim anadan olan günüm ha vaxtı. Elə bu gün gələndə Qismətin maşından təkəri batır palçığa. 1999 26 dekabr. Ay səni biyavur ola. 99 nədir? Hə? 99. Nə 99-da? 89. Oy. 89. Vallahi sən məni dəqiq tanımırsan. Yəni demək istəyirəm ki, az müddət qalıbdı. Mənə nə alarsa? Nə istəyir? Hər şey. Gül. Hər dəfə gül aldırmışam deyin, elə sırada deyir. Gül. Tək canımız sağlam olsun, hədiyyələrin bir önəmi yoxdur. Evet. Mən burada işləyirəm, baxın. Bu restoranda işləyirəm. Pəncərə yıxıldı, uşaq heç baxmadılar da. Bundan mı? Bəyənmədim bunu. Saat 9'u gözləyirəm ki, bazar açılsın, amma bazarda olan cəmaata bax. Bazar çoxdan açılıbmış. Gedək biz alışverişimizi edək, ondan sonra tez-tez çıxaq.
göz yumub açana qədər nə tez-tez getdi. Qaldıq baş-başa. Bu arada xanımlar, gözümüz aydın olsun. Biz tərəfdə ətin qiyməti ucuzlaşıbdır. Malın bu hissəsinin qiyməti 4000 olubdur. Bu da manat olaraq nə qədər edir? 13 manat 50 qəpik edir. Amma mən 3900 aldım. Qəşəng təzə ət aldım. Səhər ertə gedəndə düzü hər şeyin təzəsinə rast gələ bilirsən. Belə dursun. Buna ət qoyacağım. Biraz nədənsə görürsən ki, suyu çıxıbdır belə, nəmləndirib. Baxın, nətər ət aldım, göstərim. Belə qəşəng təzə ət aldım. Üstümü başımı dəyişim. Ondan sonra yerləşdirərik bir-bir. Bir də paraşok aldım. Koreyandı bu paraşok. Bunun lavandasını mən istifadə edirdim. Elə yaxşı, elə qəşəng idi. Ağartmağı çox süper idi. İndi bunu öydü. Dedi lavandadan da bu daha gözəldir. Görək nə olacaq bunu. Bundan yoxlayaq görək. Paltar üyəsiyəm bugün də. Görək nə təri çıxacaq. Gətirim, üstümü dəyişim. Əti yerləşdirək, qalmasın belə. Ondan sonra görək nə edirik. Bir də belə pendir aldı. Mən bunu yeyə bilmirəm. Yarısını kəsdi, burada qoydu ki, uşaqlar yer. Amma mən heç yeyən şey deyil bu. Nə bilim, nədənsə istəmirəm elə şeylər yemək. Bura qoyaq. Hələlik. Azərbaycanda eşitdiyimə görə yaman çox dağaq xəstəliyi yayılıbdır. İri boynuzlu heyvanlarda. Amma buralarda yox belə şey. Rahatçılıqdır. Baxın, belə qabrıqa hissəsini aldım malın. Arada sütun etməkdən ötəri. Bir də but hissəsindən aldım. Belə bu cür but hissəsindən aldım. Ət almağa gedəndə bütün yoldaşım mənə aparır. Sən deyir təzəsini düz bilirsən. Bir də keçən dəfə aldığım toyuqdan aldım 2 dənə. Otdan yiyən broilerdi cins olaraq. Həqiqətən əti çox dadlı idi, çox ləzzətli idi. İkisini aldım bu dəfədə. Bu fabrikada saxlanan toyuğun sinə ətidir. Bundan salat edəcəm. Yenə qaymaq aldım, bir də yol üstü gələndə 2 dənə də çörək aldıq. Gəldik, çıxdıq. Bir də paraşokda da göstərdim bəyə. İndi gətirim, qəşəng doğrayım, yerləşdirim. İşim çoxdur, bugün həqiqətən işim çoxdur. Yerləşdirim, maşınqadan şəkləsini çəkim. Biraz asın, bişsin. Ondan sonra görək nə edirik. Əti yerləşdirdim, amma çəkmədim. Çox videolarımda çəkib göstərmişəm, paylaşmışam. Bu dəfə də tələsi etdim. Burada da qabrıqa hissəsidir, doğradım. Bir dəfə qaynatdım, suyunu dəyişdim. Bu da ikinci suydu. Bəzi xanımlar görürəm, yazırlar. Əti belə qaynadıb suyunu dəyişəndən sonra nə dadı qalır, nə vitamini. Düzü vallah, dad olaraq həmən dad olur, vitamindən xəbərim yoxdur. Qaynatmasaq da olmur, kəfli olur. Ondan nə bilim belə eşitdiyimiz hər cür xəstəliklər var. Nə bilirik o malda hansı xəstəlik var. Təmizdir deyirlər, təzə ətdir deyirlər, sağlam maldır. Amma biz bilmirik axı onu. Biz nə bilirik? Ona görə bir buğum qaynadıb yeri tökmək lazımdır. Vallahi həm kəfi gedir, həm də ki içində olan nə varsa da o getmiş olur. Bir də nəyə deyəcəkdim? Mənim bu gözəlliklərimi mən işdə olanda küstürüblər. Çox xanımlar deyir ki, nə orxideyam olsun, amma nə problemi olsun, nə nazı. Bu güllərin baxımı çox çətindir xanımlar. Hələ nə qədər bilsəm də baxımını,
Mən işdə olanda nəsə ediblər bu uşaqlar. Ya baxın bu qabı belə dəyişdiriblər yerini, oynadıblar. Ya suyunu düzgün verməyiblər. Belə açmaq üzrə olan tomurcuqları saralıb tökülür indi. Yəni bir sözlə həvəsimizi qursağımızda qur. Bir də bundan şübhələnirəm. Nədənsə bundan şübhələnirəm ki, elə bir ki, rəngi solmuş kimikdir. Görək açar inşallah. Güllər nə tərdi bilirsinizmi? Bir uşaq, çağa, körpə nədir? Baxın, elə onu kimikdir. Onu kimik gərək nazını çəkəsən, baxımını edəsən, hövsələsi olana. Hövsələsi olmayana da güllər baxmaq, almaqdır ki, almasınlar. Ona verilən pula da hayfdır, ona verilən əməyə də hayfdır. Həvəsi yoxsa da. Bilirsinizmi, bir dana var. Gül dediyin hiss eləyir. Onun sahibi əgər ona sevgi ilə yanaşırsa da, o güllər gözəl böyüyür. Sevgi ilə yanaşmırsa da, xeyri yoxdur. Nə qədər əksə də, becərsə də gül böyümür. Bunu ruslar deyib, bir babuşka deyib mənə. Gül baxırsansa sevdir. Baxa bilmirsənsə də deyir, hayf da alma deyir, pul vermə deyir ona. Mən də elə görürsünüz, indi gülləri sevirəm deyə güllərim də böyüyür. Əlimə bu keçdi, qismətin qutqasıdır. İndi gedirəm mağazinə çörək almağa. Bugün o qədər iş görmüşəm. Xırda-xırda işin ucundan tutduqca ip kimi sökülüb gedirdi. Yığdım, yığışdırdım. Bayaq yorumları oxuyurdum. Allah hər birinizdən razı olsun. Mənim ata-anama nə qədər alqış edibsiniz. Allah ata-ananızın canını sağ etsin. Dünyasını dəyişən valideynlərimizə Allahdan rəhmət diləyirəm. Allah var eləsin. Bacılar, o gözəl ürəyinizə görə vermiş olsun. Nəsbənin çəkilişini bəyənmişsiniz. Mən də dedim, davamı gəlsin izləyicilərim. Deyir, davamı gəlsin. Düzü həyəcanlanıram, deyir. Mən giran kol-kos deyil. Amma deyirəm belə, kameranı aç deyirəm. Maraqlı yap gedəndə sən çəkinə, mən burada montajlayacağım. Narahat olma, hər şeyə diqqət edirəm də onsuz da. İşimiz budur. Allah hər birinizdən razı olsun bacılar. Həqiqətən o videoda məni tək qoymadınız. Əməyə də dəstək oldunuz. Bol yorum yazdınız, bol bəyəni atdınız. Hər zaman gözəl günlərlə, yaxşılıqlarla həyat yaşamış olasınız inşallah. Həqiqətən sevindim. Bu videoda çox sevindim. Kənd həyatı bir başqadır da, indi o öz aramızda. Mənim ailəm də ki, ən təbiisindəndir. Belə özlərini modlu aparım, çəki düzən verim, yox. Sahədə nə var odur. Gül almaq məsələsinə gələndə, hə, mənim mamam da gül sevir, atam da gül sevir, mən də, bacım da. Yəni bizə oradan qalan bir şeydir, gülü belə çox sevməyimiz. Mamam hər bazar gələnə gül alar. Nə qədər gül alar. Çatdım mağazinə. Gedək. Çörəyimizi alaq. Axşam etdik. Yeməyimizi yedik. Mən bu çayı gəlib söndürməsəm elə özündən getməlidir. Hə? Hə. Mən bu çayı gəlib söndürməsəm özündən getməlidir bu çaydan. Bir stəkan çay içirik xanımlar. Bugün nə edəcəyik bilirsinizmi? Bugün ailəvi sual-cavab videosu. Hələ çayımızı süzək. İndi qismətə elə yerlərdən sual verəcəm. Görüm onu cavablaya biləcəkmi? Bu videoda Qismət bəyimiz rahat olacaq. Yəni artıq mənə kömək edir. Videolarımda görünməyə, çəkilişlərimi etməyə mənə kömək edir. Biraz mənim cücələrim sakit olsa, hər şey əla olacaq. Nə oldu? Dayanın. Dalaşmayın, döyüşməyin. Al, çayını verirəm. Biraz enerjin olsun. Gücün olsun. Mən oturum burada başda. Hə, can. Bizə bir videolarda vapros çəkdi mi? Yox, mən videonu başlatmışam. İndi vapros-atvet olacaqdı. İndi inşallah. Yeni tipa. Vapros. İndi biz hamısı öz sekretlərimiz. Yox, yox. İndi laf sekretlərimizin də laf
divindən baltalamayacağıq. İntihası sual verəcəm Papulyaya. Papulya da bizə görək nə cavab verəcək. Получается, xalalar liçkaya vaproslar atırlar, biz də onu oxuyuruq. Yox, hə. Mən hələ öz həyatımdan danışıram. İrəliyən vaxtlarda inşallah liçkada atarlar. Ona da vaproslayarıq. Bəlkə bu fikirləşdir. İşte gəlsin birinci saat. Bir-iki qurtulmalıdan enerji. Мам, belə начинатель. Papa, правда или действие? Ali, o ütünün şnurunu götür oradan. Başlayaq mı, Qismət? Правда или действие? Hə, biz başlayaq mı? Biz, bütün izləyicilərim bilir. Biz gənc olan vaxtı sən mənə mesajlar yazdığını. Hə, sən mənə yazırdın. Amma mən sənə birinci dəfə ayın neçəsi saat cavab vermişəm. Neçə ildən sonra cavab vermişəm, ayın neçəsi idi. Bir ildən sonra. Mən Yox, sən 3 il mənə yazıbsan o heç. Bunu paylaşmışam. Ayın bir günündə mən sənə cavab vermişəm. O cavabımla da sən sevinibsən. Ayın neçəsi idi? Bax, əsas bu gündür məni biabır eləməklə. Gör insan. yadımdan çıxır. Nətərə. Görsənmi oğul? Sizdən idiniz mi? Sizdən idiniz mi? Papanın mesajlarına mən cavab verdiyim gün. Göstərin. O ilə sildi. Deyirəm, действие. İndi sən... Mən yox hələ. Boş mu pravda? İndi siz. Aşkım, badajsi, mən hələ qoy öz vaproslarımı qoyum. Bilmirsənmi? Sən Allah adam yadından çıxartmazdan elə günü. Çıxırtdan yadımdan. Yaxşı, bu heç bu getdi. Çıxıbdı. Biz ayın hansı günü mənim şirinliyim yeyildi, sənə hansı günü verildim? Dəli olmam. Papa, sinek balığı. Yaxşı, bax, təxmin biraz ucdan qulaqdan deyirəm, may ayı qutarsın dedilər, ondan sonra gələrsiniz. İyunun neçəsində bizim şirinliyimiz yeyildi. Mama, Məni sənə verdilər. Oğlum, mən vapros qoyanda... 8-i. Hə, malades. Malades, alqışlayın. Papam bu suala cavab verdi. Hə, valla. Hə, ondan sonra... Biz ayın neçəsi evlənmişik. Qız evində, oğlan evində. Dəli dələm ama valla. 15 il bundan qabaq olan suallar var. Mənim hamısı yadımdadır. Sənin də yadında qalmalıdır. 3 il. Sizdə. Aha. 5 il bizdən. Oy, malades aşkım, bilirmiş. Ab, ben niyə il dönümümüzü yadından çıxartsın? Hər il oktyabrın 5-ini gözləyirəm ki, nə gələcək, Qismət mənə hədiyyə alacaq. Bir də 10-15-i keçəndən sonra yadıma düşür. Hər il belə gedir. Hə, bu belə keçdi. Və Ali hansı gün anadan olub? Sən bütün qarışdırırsan onları. Oradan keçdən yer, stolun altından keç, gəl buradan keç. Buradan keç, gəl. Yer varsa da oradan keç. Kim? Ali ayın neçəsi anadan olub? Bir Allah'ın qan. Ben kırstırıyorum. Milisiya mənim tutub dafros edir oğlum. Ver. Allah qorusun. Milisadan zaddan uzaq olaq. Əsas vaproslardır, görüm sən mənə nə qədər belə daha özün bilirsən. 2013. Aha. Belə. Kamazı batdı. Sentyabrın ona. Hə, valla desən. Sən bunu bütün qarışdırırsan. Hə? Bu nə qaydır orada? Çay içmedik. Üstünə tökərsən, mənə ver. Mənə ver. Gördün mü? Sənə dedim, yıxdırasın. Ondan sonra nə vapros gəlsin? Alixan ayın neçəsində olub, ay Qismət? Yadından çıxıb mı?
Adam heç əsas o günü yadından çıxardası deyildi. Sən niyə çıxardıbsan? O günü mən mat qalmışam. Yeni il günü mən sənə cavab vermişəm. Sənin mesajlarına mən yeni il günü cavab vermişəm. Əlinlə göstərsən sən. Sən elə. Nədir? 13 июля. Aha. 2016 2016 16 öyle. Hə. 2016 13 13 Yuliya. июля. Hə, malat. Hə, iyul çaşdı ona bax. İyul. Это значит, что я приемный? İyun ili iyul. Июль. İyul. Кто сказал, что ты приемный? Sen sanıyorsun ben ad gibi. Подумаешь. Sən bilmirsən deyir, mənim ad günümdür. Ali o bak şokoladda doğulur. Qara şokoladdır deyəm deyirsən. Ay bala, evi başımıza uçurmayın, əyləşin. İndi sən mənə sual ver görüm. Gül biraz, bat elə. Ne sual verin? Ver görüm, mən diləcəm mən. Ne sual verin? Olma başına da baksın. Allah razı olsun. Aha. Когда мы последний kurban olmuş. Nə olmuşdun? Kurbanım. 7 yaşında. Ne? Mən pasledin qurban, bu uşaq vaxtı buna ki qurban demişdiniz 7 il. Bak. 7 yaşında oldu, qurbanı kəsildi. Ulan indim ha. Hə, Ay bakalım. bu həmişə belədir bax, hər yer uçurar, dağıdar, başını qırar. İndi nə gəlsən? Olma göz qarı. Bak. Ver balım. Aynen. Hə. Может, Новый год Тайный Санта уехал? Nə? Тайный Санта уехал Новый год. Ne diye? Санта. Например, мы смотри на без бумажку говорит. Объясните мне все. Старших не перебивай. Младших надо слушать, а старших... Короче, biz öz adlarımızı yazırıq, mən listочкаdan. Onu da şapkaya koyuruq. İndi kimə adamlar bütər geçələrdi, amma saatdı mən. Например, Paper Alifan çıxdı. Elə 4 nəfərə mi oynayırıq ha balonu? Yox, hava da gəlir. 5 nəfərə mi olur? Hə. Hə. Sonra gəlir, sonra biz kimə nə papas sayılardı, biz ona padarik verəsinik. İndi yox, başlayır sabah. Məni bankrotdan min eləsin. Siz de məni bankrotdan, mən только 8000 заработать elədim. Zarabat eləyənlər bu anda qalıbdı bu. Hə? Amma Bayxan gedəcəm diskoteka. Hə. Onlarda kim Var. bir şey yoxdur. Hə. Onlarda mı? İndi biz gələn o Get Morozu gözləyəcəyik. Ay belə indi bizdə orada biz gördüyümüz sınıf mı olur? Sonra pul yollarını ver. После Hı. Sən Hələ yox. Hələ yox. Hələ dekabrın 25-də bir ay var. 24 gün. Hı? 24 gün. Ha, indi mən vurmadım öz başımı. Baxın. Pilləkəni uçurarsan axırda. Mən hər gün Çayım soğudu xanımlar. Suallarımın birinə cavab verə bilmədi. 2 çayfdır. Ay qismət, sana qurban olun. Biraz gül. Elə də nə durursan, qıraqdan baxan elə deyəcək qismət zuloydu. Belə qaşdı, qabaqlı. Daha demirsən, hər gün gülüb deyib gülən adamsan. Hı? Bizi sevənlərə nə deyirsən buradan? Hər birinizi qucaq dolusu sevgi, hörmətlərimizi göndəririk, nə? Salamlar. Allah hər anaları, ataları sağlam versin. Amin. Amin. Aha, nəsə deyirdi, orayı qarışdırırdı. Bir dənə sual yenə verəcəm qismət. Amma tam səmimi olaraq cavab verərsən. Görürəm, çoxlarının axlı fikri burada qalıbdı. Yəni ki, elə uzaqdan olanlar yox, sağımızdan, solumuzdan olanlar da var. Harada? Elə bax, bizim ailədə qalıbdı. Mənim YouTube çəkməyimdə
sən güya nətərdir, qismət nətər icazə verir YouTube çəkməyə deyən bir kəlmələr, dedikodular var aramızda. Nə deyirsən? Sən qoymazsan mən çəkərəmmi? Yox. Burada nə var ki, artıq? Nə bilim. Hamı çəkir. Nə bilim, yəni sən onsuz da hər gün mənim videolarıma baxırsan, bir aşıbqa görübsənmi? Görməmişəm. Deməli, əzizlərim, bizim ailəmizə belə girib, qarışdıranlar olur. Yalandan özünüzü yormayın. Bu qismətin üzü, bu da mənim üzümü hər gün görürsünüz. Qismət məni hər dəfə dəstəkləyibdir. Elədimi? Hə, dedin. Hə. Biz belə danışdıqca mənim bu qarabala balama baxın. Mən dedikcə qarabala balam demirəm, o qədər gülünlər izləyicilərim ki, qarabala balam. Ay, kişmişim. Ha. İndi sıfırı kim yığacaq? Sən. Niyə elə hər gün mən mi yığmalıyam? Və mənə nəyə baxırsan? Bəlkə sən yığarsan deyirəm. Deyirəm mənə nəyə baxırsan, sən Allahına ciddi. Güya ikidən bilən sən stol mu yoxsan alim? Ya da vapros verirsən ki, mənə nəyə baxırsan? Yığıram da amma sağır çıxsalar. Niyə yalan danışırsan? Yalan danışmıram. İşdə olanda yığırdın qismət. Mənim axıllı balamdır. Biz işdə olanda süfrəsini açır, qardaşına yemək verir, özü yeməyini yeyir, yığıb yığışdırır. Eləmi? Mənə deyirsən. Buna baxın. Qoy telefonu yerə. Nə oldu? Mən sabah dedim, gəl çay süzüm dedin, istəmirəm. Hə? İndi özünə mi süzdün? Ona bax. O şalvarın dizində cırıbsan. Kəsib tökübsən, moddur deyirsən. Hı? O qismət indi kutqasını cırıb. Cırmı və sökübdür, belə yiyibdir saplarını. Ona bax. Ali. Ay, Hə. şalvarım indi moddadır, bax. Görürsən, cırı salıb. Bazarda mənə elə bax bu qışın günündə elə şalvar aldırmaqdan ötürü bütün hər yer gəzdiribdi. Məndə var. Sən tapa bilmədin deyinmi elə cırdın? Ay səni. Belə xanımlar, bu süfrəni yığmaq yenə mənə düşdü. Yəni elə də çox toplanası üçün yox, elə bir dənə bu şeyləri yığacağıq, ondan sonra siləcəm. Yox, bir-iki dəqiqədə dur, bir-iki dəqiqədə dur. Hə? Get, mən belə buradan sənə bir kəlmə söz deyəcəm. Ay qismət. Videomu burada sonlandırım deyirəm. Sonlandır. Nə demək istəyirsən? Sağ olun. Sağlıqla qalın. Artıq videolarımda xanımlar qisməti tez-tez görərsiniz. Hə. Salamat qalın deyin də ona da. Salamat qalın. Salamat qalın, salamat qalın. Salamat qalın. Aha, getdi ayrı şalvar geyindində də. Bay bay.